Gün ərzində çox işləyir, amma yaxşı qidalanmırsınızsa, bu 4 vitamini mütləq qəbul edin. Daimi iş rejimi, gərginlik və yuxusuzluq bədənimizdə bəzi mikroelementlərin daha tez tükənməsinə səbəb olur. Bəs maraqlıdır, bu mikroelementlər hansılardır? Birinci yerdə B qrup vitaminləri gəlir. Bu vitaminlər yorğunluğu, əsəb və gərginliyi azaldır, konsentrasiyanı artırır və beyin fəaliyyətini dəstəkləyir. Özəlliklə B1, B6 və B12 vitaminləri stresslə mübarizədə mühüm rol oynayır. İkinci yerdə maqnezium gəlir. Maqnezium stress hormonlarını tənzimləyir, sinir sistemini sakitləşdirir və əzələlərin normal fəaliyyətini təmin edir. Həmçinin ürək ritmini sabit saxlayaraq orqanizmin ümumi dincəlməsinə kömək edir. Üçüncü yerdə D vitamini gəlir. D vitamini immun sistemini dəstəkləyir, əhval-ruhiyyəni yaxşılaşdırır, enerji səviyyəsini yüksəldir və xroniki yorğunluğun qarşısını alır. Özəlliklə soyuq havalarda qapalı mühitdə çox vaxt keçirən insanlara D vitaminini qida əlavəsi şəklində qəbul etmək tövsiyə olunur. Dördüncü vacib vitamin omega 3, yəni balıq yağıdır. Omega 3 yağ turşuları beyin və ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Balıq yağı beynin fəaliyyətini gücləndirir, diqqəti artırır və stresslə də mübarizə aparır. Tayvan və Amerika universitetlərinin alimləri tərəfindən 2000-dən çox insan üzərində aparılmış tədqiqatın nəticəsinə görə mütəmadi olaraq balıq yağı qəbul edən şəxslərdə əsəb və gərginliyin səviyyəsi aşağı olur. Bu vitaminləri siz həm ayrı-ayrılıqda, həm də ki bu cür vitamin kompleksi şəklində qəbul edə bilərsiniz. Alman istehsalı olan Sunlife Omega 3 balıq yağı və Sunlife A-dan Z-yə multivitamin kompleksi bədəninizin ehtiyac duyduğu vitaminlərlə təmin edəcək. Sunlife Omega 3 balıq yağı beynin və ürəyin fəaliyyətini eyni anda dəstəkləyir. Sunlife A-dan Z-yə multivitamin kompleksi isə tərkibindəki 24 vitamin və mineral sayəsində immun sistemini gücləndirir və ümumi sağlamlığı da qoruyur. Alman istehsalı olan Sunlife Omega 3 balıq yağı və Sunlife A-dan Z-yə multivitamin kompleksini bütün apteklərdən əldə edə bilərsiniz.